63-cü ildə ilk dəfə Bakıya gələndə ilk dəfə dənizdən başlanıb mənim ömrüm. Xəzər dəniz gəmisinin gəmilərində matrosu kimi. Sonra Qafur Məmmədov adına texnikum, sonra yenə də Xəzər gəmisiliyi, gəmilər və gəmilər. Hətta elə hal olur ki, mən həyatımda 14 il evdə olmamışım. Deməli, burada dözüm və dənizə bağlılıq lazım. Mən dənizi sevmişəm, dənizə bağlanmışam. Elə ilk kitabımın adı da dənizə bağlıdır. İlk yazdığım şeirlər kitabının adı Dənizə bağlıyam mən. Orta məktəbdə onda şeirlər yazırdım. Ancaq sonradan inanmadım mən. Düşünmürdüm də mən şair olaram, bəstəkar olaram. Dənizçi peşəsi olmasaydı, mən uzun müddət evdən aralı qalmasaydım, bəlkə də mən şair olmazdım. Mənim 10 şeirlər kitabım çıxıb və 2 divanım çıxıb, qəzəllərdən ibarət. Yəni, bu sahədə yazıb çox 300-ə yaxın mənim mahnılarım var. Xəzər dəniz gəmiçiliyində ən gənc baş mexanik mən olmuşam. Bu dövrə təsadüf edir ki, o vaxt Azərbaycanlıları, o keçmiş SSR zamanlarıdır, inkişaf eləməyə qoymurdu, həmişə sıxırdılar. Yəni, o vaxtda 6 ilə gəlib baş mexanik olmaq çalışqanlığın, əməyin, zəhmətin nəticəsidir. Bundan başqa, mən yeni dənizçilərin yetişdirilməsində akademiyada müəllim kimi 6 il dərs demişəm. Ondan sonra dediyim fənnin gəmi köməkçi mexanizmləri sistemlərinin istismarının kitabını yazmışam. Yəni, bunlar mənim dəniz sahəsində gördüyüm işlərdir. Həmişə insanlar içində olmuşam, münasibətdə olmuşam, yazmışam, yaratmışam və bu hisslər məni bu 80 yaşında bu vəziyyətdə saxlayır.